Hürmetiniz şehitler, şehitler. Altınız qara torpaqdır, üstünüz yaşıl yarpaqdır, ruhunuz hər vaxt oyaqdır. Şehitler, şehitler. Kimə sanam gələcək, ona şeir demək istəyirəm. Saçlarım necə görsənir, gözəldir. Şaş olan mənim tanrımı gətirərdi. Necə görsən? Yaxşıyam. Hə, indi Silvəyə oxşadım. Narahat olma. Səni də görməyə gələcəklər. Siz bizim için ölseniz de bizim için siz ölmemişsiniz. Bugün Azerbaycan'ın tarihinde çok kederli ama gururlu bir gün geçiriyoruz. Bugünün adı 20 Yanvar Hüzün Günüdür. O gün vətənini korumak için yiğit insanlar şehit oldular. Şəhid nə deməkdir? Şəhid vətəni sevən, vətəni qoruyan cəsur insandır. Onlar bizi qorudular ki, biz bugün azad və xoşbəxt yaşayırıq. Biz şəhidlərimizlə qürur duyuruq. Onlar vətən üçün can verirlər. Biz də vətəni sevəcəyik. Ona yaxşı övlad olacağıq. Bəli, əziz balalar, şəhidlərimiz daim bizim qəlbimizdedir. İndi isə gəlin şəhidlərimizi bir dəqiqə şükürlə yad edək. Allah bütün şehitlerimize rahmet eylesin. Şehitler ölmez, vətən bölünməz. Bizim ruhları şad olsun. Azerbaycan daim əmin-amanlıq içində yaşasın. Sen
ana torpaq mahnısı ilə dilə gətirək. Uşaqlar, uşaq xatirə işığıdır. Uşaq şəhidlərimizi unutmadığımızı göstərir. Bu ışık kalbimizdeki sevgidir. Garanti hürmet ve hatıra demektir. Biz şehitlerimizin sevgiyle hatırlarız. Onlar vatan için şehit oldular. Əziz balalar, indi isə gəlin şəhidlərimiz üçün hərəmiz qərənfil qoyun. Şəhidlərimiz daim qəlbimizdə yaşayacaqdır. Üstünüz yaşıl yarpaktır, ruhumuz her vaxt oyaqdır. Şəhidlər. Torpağın keşiyində duran, xalqımızın gücünü və qeyrətini dünyaya göstərən igid əsgərlərimiz var. İndi isə qürurumuz olan ordumuza həsr edilmiş şanlı igid ordumuz mahnısı səslənəcək. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Ordumuz daim qalib olsun.
niyyətlərin rəmzidir. İndi isə məktəbə hazırlıq qızlarının təqdimatında sülhə, gələcəyə həsr olunmuş göyərçinlərlə rəqsini izləyək. Azərbaycan tarixində unudulmaz günləri unutmarıq, unutturmarıq. Silahsız halkıma divan tutar. Əziz valideynlər, həmkarlar və sevimli balalar, bugün tariximizin ən ağlı, eyni zamanda ən qürurlu səhifələrindən biri olan 20 yanvar hüzün gününü qeyd etdik. Bugünün dərsi bizə vətəni sevməyi, onu qorumağın müqəddəs borc olduğunu öyrədir. Bu tədbirin sonunda sizə xüsusi bir qısa metrajlı film təqdim etmək istəyirik. Filmin adı Ant Yerimiz Vətəndir. Bu film zəfərimizdən sonra Bağçamızın kollektivi tərəfindən böyük sevgi və məsuliyyətlə hazırlanmışdır.
filmde gördüğümüz obrazlar bizim için yad değil. Aktyorlar bağçamızın müəllimləri və uşaqlarıdır. Onlar bu filmi vasitəsilə vətənə olan sevgilərini və andlarını ifadə edirlər. Bu film uşaqlarımıza vətən anlayışını sessiz və sakit, dərin, hüzün duyğu ilə anlatmaq məqsədi daşıyır. Xahiş edirik, filmi sükutla və diqqətlə izləyək. İndi isə sizi An Yerimiz Vətən adlı qısa metrajlı filmin nümayişinə dəvət edirik. Qəsrimizə, boşun çəkdi üstümüzə, aman vermədilər sizə. Şəhidlər, şəhidlər, şəhidlər. 27 sentyabr Azərbaycanda Vətən müharibəsində həlak olan şəhidlərimizin ruhuna ehtiram olaraq anım günü kimi qeyd etdi. Mənim fikrim desək, əsrlər 27 sentyabrın əsl anlamı Azərbaycanın tarixi dönüşüdür. 27 sentyabr zəfərə gedən yolun başlanğıcıdır. Biz haqq işnaminə başladığımız dəmir yumruq əməliyyatının ilk günüdür. Çünki Azərbaycan xalqı 30 ildir ki, bu cür səbirsizliklə gözləyirdi. Mərd igid oğullarımız tam uşaqlıqdan, bağça və məktəb yaşlarından böyüyüb hərbiçi olmağı, vətən torpağını azadlığa çıxarmağı özlərinə borc biliblər. Bu gün sizə danışacağım An Yerimiz Vətən adlı hekayədə olduğu kimi. Yol kənarında bir qadın oturub qırmızı qərənfillər satırdı. İşdən qayıdan müəllimələr onunla sağlamlaşıb, satdığı güllərdən bir neçəsini alıb gedirdilər. Kamal da öz dostları ilə oradan getirilir. Qadının qəmli baxışları Kamalın diqqətini cəlb edir. Dostlarından aralanıb ona yaxınlaşır. Güllərdən bir neçəsini alıb onunla söhbət etməyə başlayır. Hə, sən adın nədir? Mənim adım Aybana, amma mənim qaçqın xaladır. Çünki evimizi, yolumuzu çapıb talarlar bana. Bizim yolumuzdan yolumuzdan giderini saldılar. Biz neçə ailənin evindən, eşiyindən giderini saldılar. Evimizə qaçqın xaladır, səslənir. Söhbətə kənardan qulaq asan Kamalın dostları da onlara yaxınlaşır və söhbətə qoşulurlar. Hala, bəs səndə olmaları yoxdur. Var idi bana, oğlum Salih, düşmən mübarizəsində şəhid oldu. Hala, biz sənə söz veririk. Gün gələcək, hamı sənə öz adınla müraciət edəcək. Hala, daha heç kimsə qaçqın hala çağırmayacaq. Gülsəfər xalanın bu sözləri Kamala və onun dostlarına çox pis təsir edib. Dostlar elə buradaca and içib söz verirlər. Gəlin olmayacaq ki, biz hərbiçi olacağıq. Torpaqlarımızı azadlığa çıxardacağıq. And içirik, and içirik, and içirik. İllər keçir, 2020-ci il sentyabrın 27-si Ali Baş Komandanın əmri ilə Vətən müharibəsi başlayır. Bugün səhər Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdən müxtəlif növ silahlardan, ağır artilleriyadan istifadə edərək bizim yaşayış məntəqələrimizi, hərbi bölgələrimizi ateşə tutmuşdur. Azerbaycan ordusu Qarabağ istiqamətində həm şimalda, həm də Çanakkale'nin geniş miqyaslı hücum əməliyyatlarına başlayıb. Без Армении и Азербайджаном возобновили свои действия. Ermənistan Azərbaycan bir qeza edilməlidir. Fighting between Azerbaijan and Armenia. Ermənistan işğalçı dövlət və bu işğala son qoyulmalıdır və son qoyulacaq. 44 gün davam edən müharibə. Ardın sənə xəbərim var. Nə oldu, var mı Allah? Ardın sənin elindən alıbdır. Daha oğlunu zorlayıb, bütün şəhidlərə qısası alındı.
Onlar vatan yolunda şehit oldular. Hara? Ben seni etsin, kaçın hara çağırmayacağım. Ağzı ne tuz olduğunu demedin. Benim adım Əfsanadır. Şəhid Salihin, Gülşanın, Meymanın, necə qəhrəman oğlanların anası Əfsanayam baba. Gəlin bu günləri götürək, gedək olanın mazarına ziyarət edək mənim oğlum. Onlar gülləri də götürüb Şəhidlər xiyabanına yollandı. Çox təəssüf ki, müharibə etkisiz oldu. Qələbəni Azərbaycan xalqına bəxş edən və Azərbaycan tərəfini qızıl hərflərlə yenidən yazan şəhidlərimizdir. Çünki onların qanı və canı bahasını baş əyirik biz. Can verdik daşa, torpağa. İndi ürəklərdir sizin vətəniniz. Döndünüz könüllülərdə. Əzəldən haqqı, haqqı gücsüz bilib, gülmək günahdır. Gələcək cəzanı çəkməyin vaxtı, hesabı axırda kəsən millətə. Düzmə qabağıma çopurdaşları, səsləsəm dikələrək dağ qardaşlarım, istəsəm tarixi bir də başlaram. Mən durğun həyatdan bezən millətə.